Salam əzizləyicilərimiz, bugün çox təcil olaraq yeni bir mənzilimiz satışa çıxıb. Mənzilimiz təzə təmirdir, təmirdən sonra yaşayış yoxdur. Mənzilimizin ümumi sahəsi 155 kvadrat metrdir. O 21 mərtəbəli binanın 10-cu mərtəbəsində qaz işıq təminatı daimidir. Sənəd hələlik müqavilədir, qupça yaxın vaxtlarda veriləcəkdir. Mənzilimiz çox zövqə uyğun təmir olunmuşdur. Mənzilimizin qiymətini axırda açıqlayacağım dəyərli izləyicilərimiz. Mənzilimizdə demək 3 sanitar qovşağı, 1 camaşırxana otağı, ikisi opşudur, biri isə daxildədir, yataq otağını. Mənzilimiz 3 otaq, 2 otaq, 1 salon və 1 mətbəxdən ibarətdir. Mənzilimizdə 3 sürətli lifti əsas yola bir addımlığında yerləşir. Mən birbaşa mənzilin qonaq otağından başlayıram. Çox geniş ölçüyə malik bizim qonaq otağımız var. Dəyərli izləyicilərimiz kvadrat şəkildə bütün aksesuarlar da tam şəkildə yerləşdirilmişdir. Bir dənə burada qalır lüstrü, onu da gətirib ev sahibi özü açacaqdır. Heç bir narahatlıq əsas yoxdur. Kimə qanuni 3 otaq, 155 kvadrat super təmiri belə bir mənzil lazımdırsa, səhifəmdə nömrə qeyd olunub, buyurun müraciət edə bilər. Bura isə dəyərli izləyicilərimiz bizim mənzilimizin yataq otağıdır. Buyurub baxa bilərsiniz, bura valideyn yataq otağıdır. Bu valideyn yataq otağının daxilində özünə aid hamam otağı sanitar qovşağından ibarət belə bir otaqda nəzərdə tutulub. Buyurub baxa bilərsiniz. Burada da bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Qranit mərmər olan hissələr hamısı istifoldan ibarətdir. Bura bizim mətbəximizdir. Mətbəxdə bütün aksesuarlar, bir dənə burada mətbəx mebeli qalıb. Buradan da eyvana çıxışımız var. Mənzilimizdə ümumilikdə 2 eyvanı var. Biri böyük, o bir digəri isə balacadır. Bura isə bizdə ikinci yataq otağıdır, uşaq yataq otağıdır. Burada da 2 pəncərə. Mənzilin qarşısını kəsəcək heç bir maneə yoxdur. Birbaşa avtovağzala baxır. Moskva prospekti Mayin yaşayış kompleksində 21 mərtəbəli binanın 10-cu mərtəbəsində 155 kvadrat metrdə ibarət olan belə bir gözəl mənzili sizlərə çəkib təqdim edirəm. Bura bizdə dəyərli izləyicilərimiz tualet hissəsidir. Buyurub baxa bilərsiniz. Bura isə bizim mənzilimizin hamam otağıdır. Burada da bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Bir dənə mənzilimizin nəyi qalıb? Lüstrləri qalıb. Buyurub baxa bilərsiniz. Burada da camaşırxana otağı üçün nəzərdə tutulub. Əlavə məlumat üçün səhifədə nömrəmiz qeyd olunub. Buyurub müraciət edə bilərsiniz. İndi isə sağ olun, yeni bir mənzildə görüşənə qədər.